Salam değerli izleyiciler, Əziz kanalımızın abunəçiləri, növbəti bir mənzildə hamınızı salamlayırıq. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi Albalı Uşaq bağçasının yanında yeni tikili 18 mərtəbəli binanın 9-cu mərtəbəsində qanuni 2 otaqdan 3 otağa düzəlmə kupçalı bir mənzili sizlərə təqdim edirəm. Hal-hazırda mənzilimizin qonaq otağındayıq. Mənzil orta evdir, tam yelçəkərdir, qarşısı açıqdır. Bina infrastrukturla zəngin ərazidə yerləşir. Yaxınlığında məktəb, bağça, iaşə obyektləri fəaliyyət göstərir. Yeraltı dayanacağı geniş həyəti 2 sürətli lifti mövcuddur. Qaz su-işıq təminatı fasiləsizdir. Sənəd kupçadır. İstilik isə kombi istilik sistemidir. Hal-hazırda qonaq otağını görürsünüz və belə bir geniş, gözəl, işıqlı qonaq otağı var və qonaq otağından da eyvana, yəni balkon hissəyə çıxış mövcuddur. Belə bir koridor hissəsi var, əziz izləyicilərimiz. Baxın, bu şəkildədir. Orada mənzilimizin giriş qapısı yerləşir. Mənzil qanuni 2 otaq olub, 3 otağa gözəl bir şəkildə düzəlib. Burada giriş qapıdan daxil olduqda belə bir koridor hissə bizi qarşılayır. Sağ tərəfdə qurulmuş qardırob hissə mövcuddur. Sol hissədə burada mənzilin sanitar qovşağı yerləşir. Baxın, belə bir sanitar qovşağı var. Burada mənzilin yataq otağı yerləşir. Birinci yataq otağı yerləşir. Aha. Burada mənzilimizin ikinci yataq otağı yerləşir. Mənzil 2 otaqdan 3 otağı elə düzəlib ki, yəni bütün otaqlarla pəncərəsi mövcuddur. Baxın, bu şəkildədir. Belə bir gözəl yataq otağı mövcuddur. Döşəmə parketdir. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Burada isə mənzilimizin mətbəx hissəsi yerləşir. Baxın, belə bir geniş, işıqlı mətbəx hissəsi var. Binanın həyət istiqamətinə baxır. Hər iki yataq otağından mətbəxə çıxış imkanı var. Mətbəx hissəni də sizlərə təqdim elədik. Keçək mənzilimiz haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, 77 nömrəli avtobusun son dayanacağına, 211 nömrəli avtobus dayanacağının yaxınlığında yeni tikili 18 mərtəbəli binanın 9-cu mərtəbəsində qanuni 2 otaqdan 3 otağa düzəlmə, 92 kvadrat ümumi sahəyə malik kupçalı bir mənzili sizlərə təqdim elədik. Mənzilimizdə qeyd etdiyimiz kimi qaz, su, işıq təminatı fasiləsizdir. Yaxınlığında məktəb, bağça, iaşə obyektləri fəaliyyət göstərir. Binada geniş həyət, yeraltı dayanacaq, 2 sürətli sigma lifti fəaliyyət göstərir. Mənzilin qiyməti başlanğıc olaraq 185 min manat təyin olunmuşdur və real alıcıya endirim olunacaqdır. Daha dolğun və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlamağı və mənzilə yerində əhəmi şəkildə baxmağı, yəni düşünərsəniz əlaqə saxlaya bilərsiniz. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək Allah alana və satına xeyir versin.